Mübarək Ramazan ayının ilk cümə günüdür. İlk cüməsidir və aylar içində ən fəzilətli bir ay, Quranın baharı, Rəbiul Quran, Quranın baharı, mənəvi müsabiqə ayı, ilahi rəhmətə qərq olmuş bir aydır, xüsusi bir aydır. Bütün övliyalar bu ayı xüsusi qarşılayıblar. Bütün övliyalar. Deyirlər ki, xüsusilə Ramazan ayı, hədis belədir, buyurur ki, Fərazallah siyamə şəhrə Ramazan aləl-ənbiya dunəl-uməm. Buyurur ki, Ramazan ayının orucunu Allah keçmiş peyğəmbərlərin özlərinə vacib edib, ümmətlərinə yox. Bəs Kutibə aleykumus-siyam kəma kutibə aləl-ləzinə min qablikum. Sizdən öncəkilərə də oruc vacib edildi deyir. Deyir, o Ramazan ayında deyildi. Onun orucun ehkamları fərqli idi. Hədislər yəni bunu deyir. Mən bunu bir dəqiq hökm kimi demirəm. Hədislərdə var ki, Ramazan ayında oruc tutmaqla peyğəmbərlər şərəflənib. Və İslam Peyğəmbərinin ümmətinə də Allahın hədiyəsidir Ramazan ayının orucu. Ramazan ayı özü bir həqiqətdir ki, bu ayın orucunu tutmaq son Peyğəmbərin ümmətinə Allahın bir hədiyəsidir. Həzrəti Məryəm ona böhtan atılan vaxtlarda, həyatının çətin vaxtlarında Allahdan ona əmr gəldi ki, oruc tut, orucla aram oldu. Həzrəti Məryəm bilirsiniz, oruc halında dünyadan köçdü və Həzrəti İsa'ya dedi, oğlum get bir şey tap gətir, iftar açaq, oruc idilər. Bir Həzrəti İsa getdi, nə tapdı, gətirdi, gələndə gördü ki, anası dünyasını dəyişib. Həzrəti Məryəm dünyasını dəyişib, dil oturdu, ağladı, çox ağladı və anası yuxusuna gəldi Həzrəti Məryəm. Dedi ki, niyə belə narahatsan? Dedi ki, narahatçılığım ona görə deyil ki, hamı dünyasını dəyişəcək. Narahatam ki, sən tək qərib öldün, tək başının üstündə mən olmadım və bir də oruc yudun, iftar açmamış dünyadan köçdün. Ondan sonra Həzrəti Məryəm ona deyir ki, mənim iftarımı burada mənə verdilər. Mən burada iftar açdım. Allahın xüsusi hədiyələrini qazandım. Güya məsələn bir alim deyirdi ki, güya sən gedib nə iftar gətirəcəkdin ki mənə? Həzrəti İsa gedib otdan, ələfdən gətirəcəkdin. Burada mənə yaxşı iftar veriblər. Ondan sonra buyurur ki, Həzrəti Məryəmin dilindəndir bu. Dünyaya qayıtmaq istəyərdinmi, deyir ana? Həzrəti İsa deyir. Deyir, dünyaya bir şey üçün qayıtmaq istəyərdim ki, uzun yay günü olsun, oruç tutum və soyuq qış gecəsində durum ibadət edeyim. Bax, bunun üçün qayıdardım. Oruc elə bir ibadətdir ki, indi dünyadan köçənlər istəyir, sağ olsun, sizin cərgəvizdə olsun. Sizin sıralarınızda olsun və oruç tutsun, oruç tutanlara qoşulsun. Oruc yeganə ibadətdir ki, Allah buyurur, فَإِنَّهُ لِي وَأَنَا أَجْزِبِ və ya ənə uczabi. Oruc mənim üçündür. Orucun mükafatını mən verəcəm və yaxud orucun mükafatı mən özüməm. Və şükürlər eləyirəm Allaha və nemətlərin gərək şükrünü yerinə yetirək. Çox şükür eləyək Allaha ki, Allah bizə qismət eləyib, layiq bilib ki, biz oruç tuta bilir. Bir ayə var, Əl-Mizanda 30-40 səhifə səhv eləmirəmsə, Əllamə Təbətəbai diyanı bu ayənin üstündə. Ya eyyuhəllədinə amənu aleykum ənfusakum. Ey iman gətirənlər, sizə özünüzü tapşırıram. Özünüzdən müğayət olun. Bu ayənin mənasıdır. Özünüzdən müğayət olun. Özünüzdən müğayət olun. Bu dünya gəldi, gedərdi. Sizin ruhunuzda mənfi iz buraxmasın. Özünüzlə məşğul olun. Özünüzdən müğayət olun. Cəmaat azada bilər, cəmiyyət süqut eləyə bilər, cəmiyyətin hidayəti üçün çalışın, zəhmət çəkin, amma cəmaat o da gedəcəksə, siz də qoşulub getməyin. Özünüzdən müğayət olun. İctimai mühit sizi uçuruma aparmasın, özünüzdən müğayət olun, özünüzü qoruyun.